Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah. Dəyərli dostlar, hər vaxtınız xeyir olsun. Bu günlərdə İmam Əli əleyhissalamın şəhadət günlərini yaşayırıq. Allah təbarək və teala bizi Əli əleyhissalamdan ayrı salmasın inşallah. Əli əleyhissalamın şəhadəti münasibəti ilə sizlərə başsağlığı veririk. Bizim bəhsimiz Quranda Allahşünaslıqdır. Ötən dərsimizdə Ənbiya surəsinin 22-ci ayəsini araşdırdıq və təqribən yekunlaşdırdıq bu bəhsi. 3 dənə bu ayə barəsində oxunuş var idi. Birinci oxunuş sadə oxunuş idi, ikinci fəlsəfi oxunuş və üçüncü də Əlləmə Təbatəbainin və onun tələbəsi mərhum Misbah Yəzdi ağanın oxunuşu idi. Ustad Misbah Yəzdi ağanın oxunuşu daha məqsədə uyğundur və ayə ilə üst-üstə düşür. Üstünlüyü var, məziyyətləri var. Hansı cəhətlərdən? Birincisi, biz baxanda görürük ki, əgər biz o fəlsəfi dəlili götürsək, əlbəttə o sadə dəlili qoyuruq kənara, çünki o oxunuşu qoyuruq kənara, çünki o önəmli deyildi o oxunuş. Yəni, çox zəif oxunuş idi. İstəyirik fəlsəfi oxunuşla Əlləmə Təbatəbainin və Ustad mərhum Misbah Yəzdinin oxunuşlarını müqayisə edək. Fəlsəfi oxunuşa əsasən bu nəticəyə gəldi ki, bu aləmdə 2 dənə xaliq ola bilməz, yaradan ola bilməz. Və bu 2 dənə xaliq nə üçün ola bilməz? Çünki aləmdə gərək heç bir varlıq ərsəyə gəlməyə. Amma Əlləmə Misbah Yəzdinin oxunuşuna əsasən aləmdə gələ bilər ərsəyə bir varlıq, 2 dənə Allah olsa. Amma nə ola bilməz? Bunlar arasında vahid nizam ola bilməz. Bu fəsada sürükləyər. Əsl varlığı bəhs etmir bu ayə. Bu ayə fəsada işarə edir. Yəni, Ustad Misbah Yəzdi ağanın oxunuşu Qur'anın zahirinə daha uyğundur. Çünki Qur'an demir ki, Qur'an-ı Kərim buyurmur ki, əgər 2 dənə Allah olsa bu aləm varlığa gəlməz, bu aləm var ola bilməz. Ayə deyir ki, 2 dənə Allah olsa bu aləm fasid olar, dağlar, məhv olar. Ustad Misbah Yəzdi ağanın da oxunuşu elə bu məsələni izah elədi ki, 2 dənə Rəbb olsa, 2 dənə ilah olsa, onlar gərək ikisi də nizamlayıcısı olsun bu aləmin, hərəsinin, yəni öz məxluqlarını idarə etsinlər və aləm o zaman fasid olar. Bu birinci məziyyəti idi. İkinci məziyyəti də budur ki, filosofların oxunuşu bizə sırf xaliqi sübut edir. Ki, bu aləmdə 2 dənə xaliq olarsa, aləm fasid olar. Amma digər sifətlərinə işarə etmir. Amma Ustad Misbah Yəzdi ağanın oxunuşuna əsasən, nəinki 2 dənə xaliq olsa bu aləm dağlar, hətta 2 dənə Rəbb olsa bu aləm dağlar, məhv olar. Hətta 2 dənə ilah olsa, yəni Allah, məbud olsa bu aləm dağlar. Yəni digər sifətləri ilə də Allah Təbarək və Teala'nın ziddiyyət təşkil edir bu aləmin 2 dənə olması. Və digər üstün cəhəti bu oxunuşun odur ki, bu oxunuş bir sıra rəvayətlərlə də üst-üstə düşür. Məsələn, bu rəvayətə biz bir nəzər salaq. İmam Sadiq əleyhissalamdan Hişam ibn Həkəm bir sual etdi. Hişam ibn Həkəm İmam Sadiq əleyhissalamın tələbələrindəndir. Kəlam sahəsində, teologiya sahəsində tanınmış şəxslərdəndir. Sual edir ki, ağa, biz necə məddəlilu alə ənəllahı vahidun, Allahın vahid olmasına dəlil nədir? Allahın vahid olmasına, yəni məbudun vahid olmasına. İmam buyurdu ki, ittisalu tədbir, tədbirin bitişməsi. Yəni, bu aləmdə ki, tədbir görürsən bu tədbir bir dənədir. Yəni, bir dənə sanki müdəbbir bu aləmi idarə edir. Bu aləmdə olan tədbir bir dənədir. Həmən bu məsələdir ki, biz dedik,
Bu aləmdə varlıqlar arasında vahid bir sistem var, vahid bir nizam-intizam var. Bir-birlərindən ayrı deyirlər. Mənimki mənə, səninki sənə, mən heç işim yoxdur. Günəşdən mən nə işim var, filan şeydən. Xeyr, bir-birlərinə bağırırlar, təsir edirlər, təsir qəbul edirlər. Və tamamı sunu və xilqətin kamil olması kəmə qala əzzə və cəl, İmam Sadiq əleyhissalam bu ayəyə istinad edir. Ləv kənə fihimə əlihətun, əgər göylərdə və yerdə illallah, Allahdan başqa alihə olardısa, mə'luh olardısa, mə'bud olardısa, ləfəsədətə, yer-göy fasid olardı. İttisalu tədbirdən istifadə etmək olar ki, İmam Sadiq əleyhissalam da elə bu məsələyə işarə edir ki, tədbir bir dənədir. Bu aləmdə bitişik bir tədbir var. Qaçılmaz birbirləri ilə rabitəli bir tədbir var. Bunun da müdəbbiri bir olmalıdır. Bu yenə həmən Rəbb bəhsinə işarə elədi İmam Sadiq əleyhissalam. Rəbb, təbii ki, Rəbblə də uluhiyyətin sıx əlaqəsi var. Əlbəttə, təkcə bu ayə deyil. Yəni, bu ayə nəyi sübut edirdi? Bu aləmdə mə'bud, o tövhidin ki, ölçüsünü biz dedik, ibadətdə tövhid sayılır, uluhiyyətdə tövhid sayılır. Dedik, bunu Qur'an-ı Kərimdən də istifadə etmək olar. Təkcə Ənbiya surəsinin 22-ci ayəsindən deyil, digər ayələrdən də istifadə etmək olar. Bu ayədən, Möminin surəsinin 91-ci ayəsindən. Allah təbarək və təala buyurur ki, Məttəxədəllahu min vələd. Allah təbarək və təala özünə övlad götürməyib. Və mə kənə ma'hu min iləh. Və onunla bircə bir ilah yoxdur. Mə'bud yoxdur. Əgər belə olsaydı, əgər Allah təbarək və təaladan başqa ilah olsaydı, İzən ləzəhəbə kullu ilahin bimə xalaq. 2 dənə nəticəsi olardı. Və hər ikisi də doğru deyil, fasiddir, yanlışdır. Birincisi, kullun ilahin bimə xalaq. Ləzəhəbə kullu ilahin bimə xalaq. Öz xəlq etdiyi hər bir ilah, öz xəlq etdiyi məxluqa tərəf gedərdi. وَلَعَلَى بَعْضُهُمْ عَلَى بَعْض. Və biri digəri, yəni bir-birlərinə uluv edərdilər, yəni bir-birlərindən üstün olmağa çalışardılar. 2 dənə nəticəsindedir. İndi bu ayə həmən bizim dediyimiz məsələyə işarə edir ki, bu aləmdə vahid bir nizam-intizam var. Əgər olsaydı Allah təbarək və təala, yəni bu aləm dağlardır və Allah təbarək və təalanın uluhiyyətdə tövhidi ilə ziddiyyət təşkil edir. Bəli, birinci hissə buna işarə edir. Birinci hissəyə görə, yəni ayənin birinci hissəsi deyir, Ləzəhəbə kulli ilahin bimə xalaq, yəni bu cür. Hər Allah, hər mə'bud öz məxluqunu idarə edərdi. Və bu aləmdə olan vahid nizam aradan gedərdi. İkinci hissə isə وَلَعَلَى بَعْضُهُمْ عَلَى بَعْضٍ. Bu nə demək istəyir? Bu onu demək istəyir ki, hər bir mə'bud öz hakimiyyət dairəsini genişləndirməyə çalışardılar. İndi bu 2 dənə ilah hərəsi istəyir öz hakimiyyət dairəsini genişləndirsin. Ya bu işə müvəffəq olacaqlar, ya olmayacaqlar. Əgər bu işə müvəffəq olsa, biri müvəffəq olacaqsa, təbii ki. Deməli, o biri Allah deyil, məğlubdur, qalib Allahdır. Əgər müvəffəq olmasalar, deməli, heç birisi mə'bud deyil. Bu ayədən də həmən məsələni istifadə etmək olar. Əlbəttə, digər burada oxunuşlar da var. Bəzilərinə görə xeyr, burada bir dənə dəlildir, amma biz dedik ki, burada 2 dənə dəlildir. Əllamə Təbatabai, məsələn, Əl-Mizanda təqribən 3 dənə burada nəticə çıxarış eləyir, özünüz müraciət edərsiniz. İnşallah növbəti verilişimizdə biz birdən də ayəyə işarə edəcəyik. Bununla üluhiyyətdə tövhid bəhsini bitirəcəyik və digər yeni bir mövzuya keçid alacaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.